Seminar dərslərində əsasən kazus üzərindən gedirik və akademiyada oxumağın ən böyük üstünlüyü odur ki, müəllimlərimiz çox böyük yol qət edib gəlirlər. Mən imtahan sistemimi digər tələbələrlə bölüşəndə həqiqətən onlar çox təəccüblənirlər. Kenyanın məhkəməsinin hakimləri var idi. Baş prokurorluğa getmişik. Mən Fərəzadə Nübar, hal-hazırda Milli Aviasiya Akademiyasında hüquqşünaslıq ixtisasında təhsil alıram. Bugün burada öz ixtisasım və akademiyam haqqında danışacağıq. Bu universiteti seçməyinizə əsas səbəb nə oldu? Akademiyanı seçməkdə səbəbim isə əslində bilmirəm, xüsusi bir səbəb yox idi, amma akademiya haqqında çox məlumat eşitmişdim ətrafımdan və hər kəs mənə tövsiyə eləyirdi ki, akademiyanı və yaxud da ki, digər universitetləri yaz. Mən də ona görə Milli Aviasiya Akademiyasını seçdim. Bu universitet haqqında sizə ən çox verilən sual nə olub? Ümumiyyətlə mən kimə desəm ki, hüquq oxuyuram, hər kəs məndən soruşur ki, harda? Milli Aviasiya Akademiyasını deyəndə hər kəs deyir ki, orada hüquq var. Bəli var. Milli Aviasiya Akademiyasında hüquq var və çox da yaxşıdır. Bu universitetdə oxumağın ən böyük üstünlüyü nədir? Ümumiyyətlə bu universitetdə oxumağın, akademiyada oxumağın ən böyük üstünlüyü odur ki, müəllim heyəti. Müəllimlər həm yaş cəhətdən bizə uyğundular, nisbətən gənc kadrlarla işləyirik və bəziləri həqiqətən çox praktik yönümlüdür. Biz hüquq tələbəsi olduğumuz üçün, məsələn, mülki hüquqda və yaxud da ki, cinayət hüququnda seminar dərslərində əsasən kazus üzərindən gedirik və hüquq tələbəsi üçün bu olmazsa olmaz bir şeydir məncə. Kazus nədir, onu izah edeyim. Kazus əslində кейsdir. Məsələn, bir cinayət hadisəsi baş verdi və yaxud da ki, bir hüquqi məsələ yarandı. O məsələni necə həll edərsiniz və həll yolu əlbəttə ki, hüquqa uyğun olmalıdır, qanuna uyğun olmalıdır, məcəlləyə uyğun olmalıdır. Bu universiteti digər universitetlərdən fərqləndirən əsas cəhət nədir? Birincisi dediyim kimi müəllim heyəti, çünki bizim akademiya əsasən gənc kadrlarla işləyir. İkincisi də odur ki, bizim imtahan sistemimiz, çünki mən imtahan sistemimi digər tələbələrlə bölüşəndə həqiqətən onlar çox təəccüblənirlər. Bizim akademiyada qeyri-ixtisas fənləri testlə, ixtisas fənləri isə şifahi formada keçirilir və mən bu imtahanın formasını çox bəyənirəm və imtahanımızın balları elə həmin gün aşkar olur, bizə bəlli olur. Universitetin akademik heyəti haqqında düşüncələriniz nədir? Bizim universitetimizin akademik heyəti əslində bizim akademiya şəhərdən nisbətən uzaqda olduğu üçün müəllimlərimiz çox böyük yol qət edib gəlirlər və gələn müəllimlər həqiqətən də keçdikləri dərsin haqqını vermək istəyirlər. Akademiyamızda rəsmi olaraq müəllim kimi işləyənlər çox mükəmməl insanlardır. Yəni təcrübələri çox mükəmməldir. Bizə hakimlər, prokurorlar və vəkillər dəstəkləyir əsasən. Eyni zamanda nəzəriyyə dərsi keçən müəllimlər də var. Amma seminar dərslərində daha çox gənc kadrlara üstünlük verir akademiya və bu məncə çox böyük bir müsbətdir. Çünki mühazirə dərsini nəzəriyyədə üstün olan bir müəllim keçir, daha professional bir müəllim keçir, təcrübəsi çox olan bir müəllim keçir, amma seminarı isə praktikada daha üstün olan bir müəllim keçir və məncə bu mükəmməl bir balansdır. Universitet karyera qurmaqda sizə necə dəstək olur? Ümumiyyətlə bizim akademiyamız dərslərdə də həm çox yaxşıdır, həm də ki, dərsdən kənar fəaliyyətlərdə də çox yaxşıdır. Məsələn, bir hüquq tələbəsi olaraq deyə bilərəm ki, biz baş prokurorla, Azərbaycan Respublikasının baş prokuroru ilə demək olar ki, 3-4 dəfə görüşmüşük, hətta baş prokurorluğa getmişik. Eyni zamanda Türkiyənin Ali Məhkəməsinin hakimləri ilə görüşmüşük. Məsələn, dünənlər akademiyamızda Kenyanın məhkəməsinin hakimləri var idi. Ondan öncə Monqolistanın baş prokuroru bizim akademiyaya ziyarət etmişdi və bütün bunlar göstərir ki, akademiya həqiqətən də bizim gələcək karyeramızı düşünür və buna görə bizi önəmli insanlarla görüşdürür və onların təcrübəsindən yararlanmağımıza dəstək göstərir. Bundan əlavə olaraq da bizim akademiyamız akademiyadan məzun olduqdan sonra öz tələbələrinə gəlib dərs demə fürsətini göstərir. Çünki mənim bir çox müəllimim akademiyada doktorantura təhsil alır. Universitetdə verilən qərarlar tələbə rəyinə əsaslanırmı? Əslində biz tələbələr şanslıyıq ki, öz seçmə fənnimizi özümüz seçə bilirik. Hətta bir neçə saat öncə mənim tutorum tərəfindən biz tələbələrə seçmə anketi bölüşülüb və orada biz istədiyimiz fənləri qeyd edirik ki, növbəti semestrdə bizə hansı fənlər keçirilsin. Birinci kursda oxuyarkən bizim seçmə şansımız yoxdur, çünki fənlər 1 il öncə seçilir və artıq biz akademiyaya gələrkən qəbul olunmuş olur, amma digər kurslarda bəli bizim seçmə haqqımız var. Amma buna baxmayaraq mən keçən il seçdiyim bir fənni bu il semestr dərsləri arasında görmədim. Ümumiyyətlə keçən il heç o siyahıda olmayan bir fənni gördüm. Bu mənfi bir haldır. Geri qaldıqda isə artıq mən 2 ildir ki, günorta növbəsində təhsil alıram. Bu il səhər növbəsi olmağı düşünürdüm, gözləyirdik hamımız, amma olmadı. Ərizə də yazdıq, baxan olmadı. Yəni ona görə deyə bilərəm ki, tamamilə tələbələrin rəyi ilə qərarlar verilmir. Bu ixtisası kimlər seçməlidir? Məncə nə istədiyini bilən, məsuliyyətli, mümkün qədər danışıq qabiliyyəti yaxşı, çünki bir hüquqşünasın
fəaliyyəti demək olar ki, onun nitq qabiliyyətindən asılıdır. Çünki həyatımız boyunca insanlara hüquqi maddələri, hüquqi prosesləri başa salmaqla keçəcək və iradəli, səbirli, çalışqan, çünki həqiqətən də hüquq tələbəsi olmaq dözümlülük tələb edir. Çünki imtahana hazırlaşarkən oxuduğumuz o səhifələr, o maddələr həqiqətən həddindən çoxdur və ağırdır. Bir də bir hüquq tələbəsi olan şəxs hüququn nə qədər ali olduğunu dərk etməlidir məncə. Çünki hüquq məndən, bizdən və hər kəsdən üstündür mənim fikrimcə. Buna görə də universitetdən kənarda fəaliyyətlərə yer vermək lazımdır. Son olaraq bizə və abituriyentlərə nə demək istəyərdin? Abituriyentlərə demək istədiyim ən böyük bir şey odur ki, bəzən kiçik maneələr, bəzən bəzi insanlar istədiyiniz ixtisası seçməkdə sizə qarşı dura bilər. Məsələn, deyə bilər ki, yol uzaqdır, məsələn, deyə bilər ki, balı yüksəkdir, o qədər də yorulma. Amma əgər bir insan həqiqətən bir ixtisası istəyirsə və həqiqətən o ixtisasda xoşbəxt olacağını düşünürsə, məncə mütləq surətdə o ixtisası seçməlidir. Ola bilər seçib peşman olsun, amma bir var ki, seçməyib peşman olasan, bir də var ki, seçib peşman olarsan. Məncə seçib peşman olmaq daha yaxşıdır.